Salam, hər vaxtınız xeyir, dəyərli abituriyentlər və əziz müəllimlər. Bildiyimiz kimi, blok imtahanına çox az bir müddət qalıb, belə desək, barmaqla sayılacaq qədər bir gün qalıb. Blok imtahanına yaxınlaşdığını nəzərə alaraq sizlərə ədəbiyyatdan aktual olan bir şairdən, yazıçıdan, Mircəlaldan bir sınaq təqdim etmək istədim. Sınağımız Mircəlalın həyat və yaradıcılığı və 3 əsas əsəri əsasında olacaq. Açıq kitab romanı, sonra Vətən Yaralıları hekayəsi və Bir Gəncin Manifesti romanından olan Bahar hissəsinin əsasında hazırladığımız 25 ədəd test tapşırıqlarını sizlərə təqdim edəcəm. Bu suallar əsasən də din modelləri üzərində qurulmuşdur ki, siz yaxınlaşacaq olan imtahanda bu mövzunu sanki bir təkrar olaraq keçəsiniz. Sınaqlardakı suallarla bərabər əsərlər haqqında müəyyən məqamlara da toxunmağa çalışacağım bildiyim qədərilə. Vaxt getmədən izahımıza başlayaq. Sınağı qruplarda paylaşmayacağım. Sadəcə burada baxıb, qabaqcadan özünüz işləyib, sonra mən izah edəndən sonra cavablarını yoxlaya bilərsiniz. Yəni, bəri başdan deyirəm, kimsə yazıb sınağı istəməz. Səbəb də budur ki, bu sınaq gələcəkdə, yəni haradasa sentyabr-avqust aylarında inşallah olaraq, İlkin olaraq kitab formasında olacağına görə buradakı sınaqları biz paylaşa bilmirik. Ona görə ki, sadəcə izah videosuna baxaraq özünüzü yoxlaya bilərsiniz. Elədirsə, gəlin, başlayaq. Mircəlal, sınaq 23. Mircəlalın açıq kitabı əsəri ilə bağlı fikirlərdən biri yanlışdır. Əsərdə müasir dünya görüşlü, yeniliyə can atan gənclərin obrazı yaradılıb. Bəli, aydın məsələdir. Əsərimizin baş qəhrəmanlarından biri olan Vahid, Rübəba, Muxtar kimi cavanları nəzərdə tutur. Bu doğru. Romanın əsasında cəmiyyətdə həqiqətin, düzgünlüyün bərqərar olmasının zəruriliyi dayanır. Bəli, fikir olaraq doğrudur. Əsərin əsas mahiyyətini təşkil edir. Əsərdə siyasi şuurlar əzbərləyib. Bu əzbərləyən kim idi? Bizim Gəldiyev obrazımız əzbərləyib, şər böhtanla məşğul olub, evlər yıxan insanlar tənqid olunur. Əsasən də Gəldiyev və Verdiyev tipli insanlar. Romanın mövzusu 19-cu əsrin 30-cu illəri üçün səciyyəvi olan hadisələrdən götürülmüşdür. Bəli, bu da doğrudur, dövr olaraq. Əsərdə oxucuya əzməsən əzləyəcəksən, ayıqlamasan ayıqlanacaqsan mesajı verilir. Xeyr, bu şüar sadəcə olaraq Gəldiyevin düşüncəsidir, həyat idealıdır. Bu, oxucuya verilmiş bir mesaj deyil. Biz oxucuya müsbət planda əsərdən müsbət bir fikir, ideya olaraq ortaya atmalıyıq. Aydındır. Biz, məsələn, beyni götürə bilərik. Bəli, doğru fikirdir. Bu mesaj verilə bilər. Amma mesaj deyil, sadəcə Gəldiyevin öz həyat almalıdır. Bu da yanlış olacaq. 2. Cədvələ əsasən Mircəlalın açıq kitab əsəri ilə bağlı düzgün fikirləri müəyyən edin. Ətrafdakıların Gəldiyevə münasibəti, ətrafdakıların Vahidə münasibəti. Bu model DİM-in həm model, həm də qəbul tipli suallarında bir obraz. Ətrafdakıların tutalım Gəldiyevə, əksinə bir də Gəldiyevin ətrafdakılara münasibəti kimi verilir. Biz burada bir yenilik elədik. İki sualın sanki bir formada olmuş versiyası, iki obraza da toxuna bilərik. Çünki bunlar mərkəz sürətlərdir. Konfliktin bir tərəfini Vahid, bir tərəfini Gəldiyev təşkil edir. Ona görə ətrafdakıların nəzdində bir növ bizim onlara münasibətimizi, yəni oxucunun və ya əsərdə onlara olan münasibəti görmək üçün daha yaxşı bir seçim oldu. Şəxsi bacarığı, istedadı olduğu üçün rəhbər vəzifələri ona həvalə edirlər. Xeyr, qəti olaraq. Sadəcə bir növ yaltaqlıq da deməyək də, özü dost olmağa can atır da, qonaqlıqla və s. özünü gözə soxmaqla gedib vəzifələri tutur. Yəni, heç bir istedadı və ya şəxsi bacarığı yox idi. Prinsipial şəxsi mübarizə zəminində onu haqsız yerə institutdan xaric edirlər. Xeyr, haqsız yerə deyil, haqlı olaraq məcbur qalıb onu çıxardırlar. Belə bir şey də yoxdur. Savadsız və tələbənin düşməni olduğu üçün yenilikçi gənclər tərəfindən sevilmir. Bəli, həm Vahid, həm də Rübaba və bir çox gənclər tərəfindən sevilmədiyi doğrudur. 3. Ətrafdakıların Vahidə münasibətinə baxaq. Onun institutdan qovulması ailəsini və yaxın dostlarını dərindən sarsıdır. Bəli, başda Sadıq kişi olmaqla Rübabanı, Muxtarı həmçinin sarsıdır. 4. Doğrudur. Tərəqqi düşməni olan Gəldiyevçilərin hədəfinə çevrilir. Bəli, Gəldiyev və Verdiyevin. Bu da doğrudur. Vəzirbəyli kimi qocaman mühəndislər onun istedadını həzm edə bilmir. Vəzirbəyli xeyr, qocaman mühəndis burada müsbət planda olur. Hətta onu da layihədə görmək istədiyini bildirir. Bu da yanlışdır. Yerində Gəldiyev və Verdiyev olsaydı doğru olardı. Amma fikir səhvdir. Cavabımız olacaq 3, 4, 5 C variantı. Növbəti, Mircəlalın Bahar əsərinə aid olan yanlış fikri müəyyən edin. Əsərin qəhrəmanı ədalətsizliyin və qəddarlığın qurbanına çevrilir. Doğrudur.
Baharın şəhərdəki acı taleyi çarəsiz insanların ümumi faciəsini əks etdirir. Bu da doğrudur. Məşədi Abbas kimi insanlar qəddarlığı və zalımlığı ilə Baharın faciəsinə səbəb olur. Əsasən də bəli. Digər bu hamamçı idi, digərləri hamısı Xozeyndir, ev sahibinin arvadıdır. Bunlar hamısı Məşədi Abbasın elə bil ki, timsalında verilən qəddar obrazlardır. Doğrudur. İsfəndiyarın Bahara iş təklif etməsi Baharın nankorluğu ilə nəticələnir. Xeyr, qətiyyən Bahar nankor bir obraz deyil. Sadəcə bəxtsizlik üzbatından başına elə hadisələr gəlir, içalatı itirir və s. və s. Digər hadisələr də bunun zəminində baş verir. Baharın başına gələnlər, hadisələr kasıblığın və ədalətsizliyin faciəsi kimi ümumiləşmişdir. Bu da doğrudur. Ümumiyyətlə bu əsərlərin biz təhlilinə daha çox fikir verərək cümlələri, seçimlərimizi dərslik əsasında aparırıq. Sizlərə bir tövsiyəm odur ki, 9-11-ci sinif dərsliklərinin təhlil hissələrini xüsusilə oxuyun. Həm modeldə, həm də qəbulda. Yəni çoxunuz qaçırsınız vəsaitlərin üstünə. Bu qətiyyən doğru bir yanaşma deyil. Yəni vəsaitlərin əksəriyyəti çoxunda şəxsi yanaşma var. Və ya burada heç birinin adını çəkmirəm. Bilirsiniz necə bir şeydir? Sadəcə yanaşma var da. Bu var, o var, bu var, o var. Bu ədəbiyyat yanaşması deyil. Ədəbiyyat yanaşması dərsliklərin təhlil hissəsidir. Onları xüsusi olaraq oxuyun, gedib imtahanda onun xeyrini görəcəksiniz. Bir çox sualda görəcəksiniz ki, cümlə bir və bir düşüb. Eynisi ilə eyni formatda götürüb ora salıblar. Aydındır. Bu da sizə bir tövsiyə olsun. Mən testlərimin əsasını mən deyəndə ki, bizim komandamız biz belə qururuq, daha effektli və uğurlu alınır. Sizlərə də belə tövsiyə edirəm, əziz şagirdlər. 4. Mircəlalın açıq kitab əsərinə əsasən cədvəldə hansı fikirlərin yeri dəyişsə, uyğunluq bərpa olar. Vəzirbəyli və Verdiyev. Yəni Vəzirbəyli bizim müsbət sürətlərdən biri idi. Qocaman mühəndis idi. Verdiyev direktor idi. Bu da mənfi plandır. Bacarıqlı gənclərə önə çəkməyə çalışır. Bəli, Vahid timsalında. Vəzifəsini itirəcəyindən qorxur. Xeyr, Vəzirbəyli deyildi. Bu Verdiyevdir. 2 getməlidir bu yana. Gəldiyevin layihəsinə baxsa da onu bəyənmir. Doğrudur. Bu da yerindədir. Tələbələrin taleyi onu düşündürmür. Bəli, doğrudur, düşündürmür. Bacarıqsızlara qarşı sərt mövqedədir. 5 olmalıdır. Bu hissədə artıq bizim cavabımız məlumdur. Məruzə ilə çıxış edərkən suallara cavab verə bilmir. Bəli, çaşbaş qalır, tutulub qalır. 6 da doğrudur. Cavab olacaq nə? 2, 5, B variantı. Mircəlalın açıq kitab əsəri haqqında yanlış fikri müəyyən edin. Açıq kitab. Ədəbiyyatımızda ilk satirik roman hesab olunur. Doğru yanaşmadır. Yazıldığı janrda həyat hadisələrini geniş şəkildə əks etdirir. Bəli, roman janrının xüsusiyyəti də budur. Həyat hadisələri geniş. Baş qəhrəmanların ta əvvəlindən sonuna kimi və böyük bir həyat dönəmini özündə əks etdirir. İnstitutun direktoru Vahidin məsələsinə baxılmağı ləngidir. Bəli, qəsdən deyir ki, bəs buna baxan şəxs Gəldiyev burada deyil, gedin sabah gələcəksiniz. Doğru. Əsər epik növdə yazılsa da lirik motivlərə yer verilib. Bəli, Səttarzadənin orada dilində məndə Məcnundan Füzun aşiqlik istedadı var. Aşiqi sadiq mənəm. Məcnunun yalnız adı var. Bir neçə yerdə belə əsərin orijinalında da var bu şeylər, amma burada da biz görürük, doğru fikirdir. Sadiq kişi Vahidin haqqında müdafiə edərkən heç kim ona kömək etmir, səhv fikirdir. Çünki Səttarzada, milis köməkçisi, Rubaba, Muxtar, bunlar hamısı bir yerdə Vahidin tərəfdarlarından biri idi. Cavab olacaq Y. Mircəlalın açıq kitab əsərindəki Gəldiyev obrazına aid cədvəldəki uyğunsuzluğu müəyyən edin. Nitqi. Budur ünsür siması, budur Naibov Vahidin anketi, bu altında podvosi, bəli. Bu onun nitqidir. Problemi Vahidi institutdan uzaqlaşdırmaq, bəli. Xarakteri şəxsi mənafini üstün tutan, xudmin bədxax bir insandır, doğrudur. Başqalarına münasibəti, vəzifədən ötürü hər cür alçaqlığı əl atır, özündən kiçiklərə xor baxır, bu da doğrudur. Vahidin layihəsini oğurlayır əməli və əməlinin üstü açılanda könüllü təslim olmağa getmir, qaçıb gedir, meşə üstüdür. Hətta orijinalında, dərslik hissədə də bu barədə bizə məlumat yoxdur. Belə bir şey qeyd olunmayıb ki, əməli üstü açılanda gedib təslim olsun. Xeyr. Qaçıb gedir təzədən kəndinə, orada digər oğlunu görür, belə hadisələr baş verir. Heç oralara toxunmayaq. Cavab olacaq Y. Mircəlalın Bahar əsərinin məzmunu ilə bağlı yanlış fikri müəyyən edək. Epik növün hekayə janrında yazılmışdır. Bu bizim yanlış fikir olsa da hekayə deyil, romandan bir parçadır, amma bizə məzmun lazım olduğu üçün lazım deyil. Məşədi Abbasın bütün xırda dükan ev işini Bahar görür, bəli. Soyuqlar düşəndən Bahar içələ sata bilmirdi, bəli. Konka yolunun qarnını kürəyənlər Baharın cansız bədənini tapırlar, bu da doğrudur. Hətta aparıb kimsəsizlər qəbristanlıqda bastırırlar, heç kimi bilmir. Baharın yalvarışlarından sonra İsfəndiyar onu atasının yanında işə düzəldir. Xeyr, qəti olaraq İsfəndiyar onu görür və ona böyük iş təklifini edir. Cavab olacaq Y variantı. Mircəlalın Vətən Yaraları əsərinə əsasən cədvəldə uyğun bəndi müəyyən edin. Deməli, Nəsrəddin haqqında yanlış fikir, Lətif haqqında doğru fikir.
Evlərinə şəkil göndərir ki, onun üçün darıxmasınlar. Nəsrəddin haqqında yanlış fikirdir. Latif haqqında isə Nəsrəddin haqqında darıxmasınlar. Şəkil göndərən Lətif idi. Deməli, bunun haqqında yanlışdır, bəli. Lətif haqqında doğru fikir, anasına xəbər vermədən birbaşa evlərinə yollanır. Bunu eləyən kim idi? Bu da yanlış fikirdir. Bu təkkəçi əsgər idi. Lətif heç evlərinə getmək barədə orada məlumat yoxdur. Getdi. Əsgərdən xahiş edir ki, universitetə gedəndə onun kitabxanasındakı abunə vərəqinə baxsın. Bəli, doğru fikir. Anasına oxşayır, başı aşağı üzü yola deyil, əsgərdən 2 yaş böyükdür. Üzü yola deyil, yox, üzü yoladır. Bu da yanlış fikirdir. Əksinədir burada fikirlər. B səhvdir. Bizə nə lazımdır? Uyğun bəndi, hələ ki uyğun bənd yoxdur. Mina arvadın oğludur, Kolayır kəndindəndir. Bəli, doğrudur. Köksündə 2 güllə, 1 mina qəlpəsi dəyərək yaralanır. Bəli, o həkimlər onun yanına buraxmırdı. Doğrudur. Bu doğrudur. 2 mina, yox, Kolayırdan olan Lətifdir. Bu səhvdir. Bu səhvdir, bu doğrudur. Cavab olacaq C. Təhsilli olduğu üçün ədib kimi danışır, bəli. Bir aydan sonra təhsilini qoyub cəbhəyə yollanır. Bir aydan sonra sağalıb dostlarının yanına qayıda bilir. Bir ay yox deyil, səhv eləmirəmsə 2 ay yarımdan sonra 2 ay yarımdan sonra hətta bağlamalar da deyir o yana bu yana atıldı falan, təzədən gətirdilər, bir yerdə açdılar. 2 ay yarım, bu yanlışdır. Sonra əsərdə sifarişi odur ki, evlərinə getsin, onu yazı stoluna otursun. Bəli, bağlamanı Nəsrəddinsiz açmağa imkan vermir. Bağlamanı Nəsrəddinsiz açmağa belə bir şey də səhvdir. Nəsrəddin Lətifsiz bağlamanı açmağa bu təkiyyəçiyə qoymur. Əksinə olmalıdır. O əsərin son səhifəsini oxusaz, ümumiyyətlə belə hekayə olsa da çoxlu belə toxunulacaq məqamlar var. Biraz diqqətli olmağınız tövsiyə olunur vətən yaraları ilə bağlı. Çünki son 3 ildə deməli olur ki, hər il ondan sual salırlar vətən yaralarını. Sonra ümumiyyətlə Mircəlalın elə bilin ki, bir dənə sualımız hazırdır. Bir sualınız 100% Mircəlaldandır. Mircəlalın 3 dənə əsərini oxusan diqqətli. Bir sualın cavabı səndə var artıq. Vətən yaraları əsəri haqqında fikirlərdən biri doğru deyil. Nəsrəddin əsgərdən kitabxanasından, Lətif isə Ədil Məmmədən xəbər bilməsini istəyir. Bəli, doğrudur. Əsgər evə girəndə stolun üstündə məktubların səliqə ilə düzüldüyünü görür. Bu da doğrudur. Əsgər düşünür ki, bəşəriyyət ana qəlbi ilə yaşasaydı, dünya cənnət olardı. Doğru fikirdir. Cəbhəyə qayıtdıqdan sonra hərbi mütəxəssislər tərəfindən başqa vəzifəyə keçirilir. Təklif olunsa da qəbul etmir. Səhvdir. Bir açın, bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun sözləri əsgərin anası deyir. Bu da doğru fikirdir. 10. Yasir Mircəlalın Açıq kitab romanı əsasında tərtib olunmuş səbəb-nəticədən biz yanlışı tapacağıq. Bir, səbəb-nəticə əlaqəsini gözləməliyik və doğru fikirlərdə olmalıdır. Diqqətli olmaq lazımdır. Axşam yeməyində Ağca xanım gəldiyi və dırnaqarası şad xəbər verir. Bunlarla diqqətli olun. Gəldiyi təşvişə düşür, nə edəcəyini bilmir. Hava qaralında evdən çıxıb harasa gedir. Doğrudur. Və bu dırnaq elə belə ədəbiyyatda qoyulmur. Bunlara diqqət etmək lazımdır. Yox, səhv fikirdə şad xəbər zad vermir. Yəni dırnaqarası şad xəbər verir də. Yəni əsərdə də mövqeyi odur. Gəldiyi Vahidi yalan danışmaqda günahlandırır. Vahid oxuduğu ali məktəbdən qovulur. Bəli, doğrudur. Yəni orada şeyləri gizlədir, yalan danışır və s. Atası kolxozda işləyir, digər məsələlər. Hesablar gəldiyi və ayılır ki, hesablar düz gəlmir. Gəldiyi gəl açarları verib Yevlaxa, oradan da Bakıya gəlir. Doğrudur. Taxıl anbarı söhbətində. Sadıq kişi direktorun qəbuluna girir və oğlunun institutda bərpa olunmasını xahiş edir. Bəli, var. Direktor işə tanış adamın, yəni gəldiyi evin orada olmadığını deyir. Bu da doğrudur. Gəldiyi Vahidi institutdan xaric etməyə nail olur. Rübəba Gəldiyev briqadasından çıxır. Bu fikirlər hamısı belə deyək də doğrudur birinci hissəsində. Gəldiyev çıxartmağa nail olur, amma sonra bərpa olunur. Amma burada səbəb-nəticə əlaqəsi itir. Çünki birincisi, dərslik hissəsində belə bir şey gəlir. Rübəba ümumiyyətlə Gəldiyevin briqadasına daxil olunur. İkincisi də ki, Rübəba Gəldiyevdən zəhləsi getməsinin səbəbi odur ki, onu orijinal hissədə çağırır otağına, ona eşq təklif eləyir. Bu da bunu qəbul etmədiyinə görə sonra ondan zəhləsi gedir. Yəni, hər iki formatda bu fikir səhvdir. Aydındır, ümumiyyətlə briqadasına daxil olmayıb ki, oradan çıxsın. Y variantı. Sonra. 11. Deməli, biz çox testlərdə, bax, 11 tipli. Biz Bahar obrazını Nürəddin və Süreyya obrazı ilə müqayisəli şəkildə görürük. Mən burada toxunmuşam bunlara. Həm miqdə, həm də dimdə. Yəni, bunların oxşarlığını çox testdə görürük. Yəni, diqqətlə baxaq, görək nədən söhbət gedir. Bahar obrazı, buraya yazın Bahar, çaşmayaq. Burada yazaq Nürəddin. Nürəddin. Başqalarına əl açmaq məcburiyyətində qalır. Bahar heç kimə əl açmır. Bir səhvdir. Doğmalarını axtarmaq məqsədilə şəhərə üst tutur. Bəli, doğrudur. Ətrafdakı bütün insanlar onun taleyinə biganə yanaşır. Onun taleyinə biganə yanaşır. Bütün insanlar, yox. Nürəddində belə bir şey yoxdur axı.
Nurəddində ümumiyyətlə var yarısı. Amma məsələn Rahim var, Bahar var, digərləri var. Onlar onun köməyinə çatır. Deməli 3 səhvdir, ortaya getməməli idi. Hə, 2-də bir də doğmaları orada Bahar deyə bilərsiniz. Bahar da onun doğması deyildi də, sadəcə qulluqçu idi. 2 doğrudur. Ailəsindəki söz-söhbətdən ötürü evdən qaçmalı olur. Söhbəti heç birində yoxdur. Bu da səhvdir. Ətrafında olan mərhəmətlə yanaşan insanlar var. Bəli, bu Nurəddin üçün doğrudur, amma bu yazıq Bahar üçün heç kim onun mərhəmətlə yanaşmır. Həyatı üçün təhlükəli olan vəziyyətlə qarşılaşır. Bu da hər ikisi. Bahar xüsusilə də, Nurəddin də həmçinin. 6-da ortağa, 2-5 A variantı cavabdır. Yazıcı Mircəlalın yaradıcılığı haqqında yanlış fikri müəyyən edin. Yaradıcılıq. Ötən il görmüşdük, səhv eləmirəmsə Mircəlalın yaradıcılığına ikinci şansda var idi sual. Bədii yaradıcılıq elmi fəaliyyət publisistika ilə məşğul olmuşdur. Doğru. 19-cu 20-ci əsr Azərbaycan bədii nəsrinin yaradıcılarından biri hesab olunur. Doğru. Bir çox Həkim Cinayətov, bir sıra əsərlərdə Meyvə səbəti, bir neçə əsərlərində bunlar var. Dirilən adam romanının qəhrəmanı Qədir sərt ictimai mühitin girdabından çıxmağa çalışan, lakin cəmiyyətdə dayanaq tapa bilməyən insanların ümumiləşmiş obrazıdır. Bu da doğrudur. Yaşıdlarım romanında Mirzə Ələkbər Sabirin keşməkeşliyi, yaşıdlarımda deyil o. Yolumuz Hayanadır romanındadır. Bu səhv. Azərbaycanda ədəbi məktəblər monoqrafiyasında maarifçi realizm, tənqidi realizm, romantizm elmi məsələləri tədqiq olunmuşdur. Həmçinin Mircəlal ədəbi tənqidçi olmuşdur. Doğrudur. Vətən yaraları əsərinin təhlilinə aid yanlış fikir. Əsərdə üst dostluq simasında dostluq, qardaşlıq təbliğ olunur. Doğru. Əsərin qəhrəmanları keçmişə nə qədər bağlı olsalar da, gələcəyə bir o qədər inamlıdırlar. Doğru. Əsərin qəhrəmanları möhkəm dost olsalar da, çətin zamanlarda bir-birinə dəstək ola bilmirlər. Qətiyyən yanlışdır. Çünki biz görürük ki, yaralananda hamısı bir-birinin yanına gəlməyə çalışır. Hətta o bağlamanı belə bir-birini gözləmədən açmırlar. C səhv. Əsər oxucuda müharibələrə qarşı nifrət hissi oyadır. Doğrudur. Eyni nisbət harda var? Məsələn, bir çox əsərimizdə də müharibələrə qarşı nifrət var. Siz bu kommentə onları qeyd edərsiniz. Əsərdə hadisələr həm ön, həm də arxa cəbhədə baş verir. Bu da doğrudur. Anaların keçirdiyi hisslər, uşaqların əsgərlikdə keçirdiyi hisslər və ya müharibədə keçirdiyi hisslər verilmişdir. 14. Vətən verilən hadisələrdən biri vətən yaraları əsərində baş verməyib. Yaralamış əskər ayılanda özünü sakit, təmiz, isti otaqda görür. Doğru. Təkkiyyəçidən söhbət gedir. Əskərin xəstəxanadan arxaya göndəriləcəyini eşidən dostlar onun görüşünə gəlirlər. Doğrudur. Əskər evə gələcəyi barədə öncədən yazıb anasına məlumat verir. Xeyr, heç bir məlumat vermir. Səhvdir. Lətif əskər vasitəsilə anasına şəkil göndərir. Doğrudur. Lətif 2 ay yarımdan sonra sağalıb hissəyə qayıdır. Bu da doğrudur. Cədvalda qarşıda rəqəm yazılmış hansı fikirlərin yeri dəyişilsə, Mircəlalın açıq kitab əsəri ilə bağlı yol verilmiş yanlışlıq aradan qalxar. Vahid və Gəldiyev konfliktin iki əsas tərəfi olan obrazdır. Obraza aid fikirlər. Özünü yeni həyatın qurucusu kimi görür. Doğrudur. Tərəqqiyə mane olan insanlarla mübarizədə şəxsi intiqam hissindən uzaqdır. Doğrudur. Yenilikçi gənclərə qarşı çıxan obraz kimi verilir. Yenilikçi gənclərə çıxan Gəldiyevidir. Qrup yaratmaq arzusu ilə yaşayan gənclərin nümayəndəsidir. Bu vahiddir. Üzr istəyirəm. Bu vahiddir. Bunların yerini gərək dəyişdirsək, bu olacaq 3-4 A variantı. Mənsəb cəhənnəmin təkində olsa belə enməyi bacar sözləri onun dilindən verilir. Bu da doğrudur. 16. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Mircəlal, Bahar, Qızıl Gönçələr, Sürəyyə. Və bunu deyirdim bu sual. Ya burada diqqətlə yanaşaq. Qardaşını tapmaq ümidi ilə şəhərə gəlir. Bahar, bəli. Soyuq havada tək qaldığı zaman əziz adamını səsləyir. Sürəyyə babasını, bu da anasını. Doğrudur. Ortaya getməli idi ki. Uşaq əməyinin istismarına məruz qalır. Sürəyyə qalıbsa, demək ki, Bahar 100% qalıb. 3 də ortadadır. 3 də səhvdir. Biz 1, 2, 3-ü silməliyik. Sonra həkim çağırılsa da onu yaşatmaq mümkün olmur. Bəli, 4 doğrudur. Qarlı havada gecəni küçədə keçirməli olur. Hər ikisi doğrudur. İnsanların qəddarlığının qurbanı olur. Sürəyyə insanların qurbanı olmur. Sürəyyə sadəcə bədbəxt hadisənin nəticəsində qalır. Babası gəlmir, qalır. İnsanların orada heç bir günahı yoxdur. Hətta uşaqlar orada ona deyir ki, bəs səni aparaq. O isə qəbul etmir. Cavab C variantı. Sonra Mircəlalın açıq kitab əsərindəki obrazlar barədə uyğunluğu müəyyən edin. Bütün obrazlar haqqında demək olar ki. Mərdimazar adamlarla mübarizə aparmağı bacarır. Sadıq doğru olmalı idi. Bizə nə lazımdır? Uyğunluq. Bu getdi. Gəldiyev ilk həyat yoldaşıdır. Xeyr, ikinci həyat yoldaşıdır. Səhvdir. Ondan qabaq başqa bir həyat yoldaşı var. Ondan da bir dənə oğlu vardı. Bundan da bir dənə oğlu var. İzzət səhv eləmirəmsə oğlan adı. Orijinalda var o. Və oğlan Ağzanın oğludur. Onun öz oğlu deyil.
Yanlışda doğru. Vahidin layihəsi ilə öz layihəsini gizlicə dəyişdirir. Doğrudan yanlışdır. Gəldiyev gizli planı barədə vəzirbəliyə xəbər verir. Rübaba, xeyr, yanlışdır, belə bir şey yoxdur. Gəldiyev rüşvət alaraq onu mənsəb və vəzifə sahibi edir. Verdiyev ondan rüşvət almır. Mənsəb sahibi vəzifə edir, amma rüşvət söhbəti yoxdur. Yanlışdan yanlış. Y variantı. Mircəlalın Vətən Yaraları əsərinin məzmun xüsusiyyətlərinə aid yanlış fikri göstərin. Əskər özünə 2 ömür arzu edir. Birinci ömür təcrübə, ikinci ömür həqqi ömür olsun. Bəli, doğrudur. Əsər 3 dostun həyatından bəhs edir. Nəsrlə yazılıb povestdir. Bu məzmun deyil, getdi. Cəhbə həyatında cəhbəyə qayıdan dostların heç birini tapa bilməyən əskər onların yaralandığını eşidir. Bəli, ikisinin də yaralandığını eşidir. Birinin vəziyyəti daha ağır idi, Lətifin. Doğrudur. Bu da getdi. Dinc həyatının əziz xatirələri, müqəddəs hisslərin qorunması istəyi əsərin əsas mahiyyətini təşkil edir. Bu da doğrudur. Bu da idea olaraq da təhlil kimidir. Cəbhəyə qayıdanda əsgərin vəzifəsini böyütmək istərlər. Əskər əvvəl yoldaşlarla görüşüb sonra getmək istədiyini bildirir. Yox. Ümumiyyətlə bu vəzifəni qəbul etmir. 19. Vətən yaraları ardıcıllıq. Nəsrəddin və Lətifin yaralı dostların ziyarətə gəlməsi, sonra Nəsrəddinin yaralanıb səhra xəstəxanasına aparılması, təhkiyəçi əsgərin yaralı Lətifi ziyarət etməsi. 1. Təhkiyəçi əsgərin döyüş meydanında yaralanması. Təhkiyəçi əsgərin yaralanmağı lap əvvəldədir. Ümumiyyətlə əsərdə yoxdur. Bir də ayılmağını görür. Anaların göndərdiyi bağlamanın açılması bu ən sondadır. 1-2-ni çıxartsaq biz 2 variantımız qalır. Təhkiyəçi əsgərin anası ilə görüşə getməsi. Bəli, bu yaralanmaqdan əvvəldir. 3 buradadır. Sonra nə qaldı? Lətifin sağalıb hərbi hissəyə qayıtması. Lətifin sağalıb qayıtması da ziyarətə gərək bu günlər getsin yaralının yanına. Məntiqən deyək də, düzdür, çıxmaq üsulundan. Sonra bu qayıdıb gəlsin də 4 də səhvdir. Nəsrəddin əsgərin icazə istəməsi, Nəsrəddin həkimindən əsgərin icazə istəməsi. Bəli, deyir ki, günortaya qədər belə bir şey var deyir orada. Bəli, bu da ondan qabaqdır. 5 3 5 D variantı. Sonra 20. Mircəlalın Bahar əsəri ilə bağlı klasteri tamamlayacaq fikirləri müəyyən edin. Belə olanda siz videonu saxlayın, baxın suala, sonra cavabına baxarsınız. Qardaşını axtarmaq üçün şəhərə gəlir. Klaster doğru fikirdir, doğrularla tamamlamalıyıq. Həyatı faciələrlə dolu olan balaca oğlan uşağıdır. Doğrudur. Anası onu Məşədi Abbasa köməkçi vermir. Belə bir şey yanlışdır. İsfəndiyara aparır. Mərhəmətsiz və qəddar insanlarla rastlaşır. Doğrudur. Qardaşı sayəsində ölümün belə bir şey yoxdur. Ölür əsərin sonunda. Məşədi Abbas onu oğurluqda günahlandırır. Bəli, deyir, neynəmsən 1 manatı, doğrudur. Günahını boynuna almadığı üçün evdən qovulur. Xeyr, heç bir günahı yoxdur axı. 1 3 5 Y variantı. 21. Bahar əsəri ilə bağlı səbəb nəticədən uyğunsuzluğu tapmalıyıq. Gəlin baxaq. Bahar şəhərdə qalıb, qardaşını tapmaq istəyir. Tüfəngli adamın qəsd üçün işləmək təklifini qəbul edir. Doğru. Qəfildən bir qara it qarına əlindən aparıb götürülür. Məşədi Abbas Baharı oğurluqda günahlandırır. Doğrudur. 2 də doğru. Məşədi Abbas 1-2-ləri silsək, elə cavabımız qalacaq. Məşədi Abbas özünə yeni köməkçi tapır. Özünə heç bir yeni köməkçi tapmır. Sadəcə o qarın söhbətinə görə onu evindən qovur. 3 səhvdir. Yəni cavab olaraq 3-ü götürəcəm mən. Baharın əlindəki paltar yiyəsiz olduğu bəlli olur və onun yiyəsizliyi heç soruşmurlar, aparıb bastırırlar. 4 doğru. İsfəndiyar bir müddət başqa şəhərdə qalır. Məşədi Abbas Baharla kobud rəftar edir. Belə bir şey də yoxdur. 3-5 C variantı. Mircəlalın Açıq kitab romanında verdiyi obrazından fərqli olaraq gəldiyi obrazı haqqında doğru fikirlər. Tutduğu vəzifədə yüksəlmək üçün rüşvət verir. Rüşvət vermə söhbəti heç birində yoxdur. Vayda şəxsi səbəbdən ötürü iftira atır Rübabaya görə. Bu gəldiyi vaxt üçün doğrudur. 2. Fəal yaradıcı gənclərin taleyi ilə yaxından maraqlanır. Heç biri. Qəti qərar verməkdən çəkindiyi üçün şikayətlərə baxılmasını ləngidir. Bu verdiyi üçün doğrudur, gəldiyi üçün isə yanlışdır. Əsl simasını ətrafdakilərdən gizlətməyə çalışsa da buna nail ola bilmir. Bu hər ikisidir. Biri iclasda, biri də ümumi olaraq. Yenilikçi gəncləri tora salmaq üçün hər cür mənəviyyətsizliyə əl atır. Yenilikçi tora salmaq, Verdiyev sadəcə belə deyək, küyə gedən adamdır. Amma gəldiyi də bu gəldiyi üçün doğrudur. 2-6 Y variantı. Vətən yaraları forması ilə bağlı doğru fikir, məzmunu ilə bağlı yanlış fikir. Hadisələrin çatdırılmasında tərənnüm üsulu, tərənnüm burada nə işi var? Bu hekayədir. Həyata əks etdirmə növü epik olsa da lirik ünsürlər burada deyil, açıq kitabdadır. Bu da getdi. Yazıldığı janr obrazların sayı ilə bəli az olması bu hekayə üçün doğrudur. 3. İkinci Dünya müharibəsi mövzusunda qələmə alınmışdır. Doğru fikirdir, lazım deyil mənə. Əsərdəki bütün hadisələr əsərin təxəyyülündə baş vermir. Axı bu səhvdir. Müəyyən bir qismi. 5 səhvdir, götürənəm.
Müharibə insanları məhv etdiyi kimi onların xatirələrini məhv edə biləcək deyə bir şey yoxdur. Əksini verib bizim dərsliyimizdə. 3, 5, 6 Y variantı. Mir Cəlalın əsərləri əsasında Vətən Yaraları əsəri, bir də Səməd Vurğunun Ananın öyüdü. Müharibə mövzusuna yazılmış əsərlərdə qəşəng bir uyğunluq görək nə var orada. Müharibə mövzusunda qələmə alınıb hər ikisi. Döyüşdə iştirak etmiş əskər obrazı yaralanıb. Belə bir şey yoxdur. Bu hala getməyib. Burada 3% var. 2. Övladını cəhbəyə yol açan ana obrazı hər ikisində var. Əsər süjetli lirik nümunəsilər doğrudur. Real döyüş səhnələrinə yer verilib. Burada real döyüş səhnəsi heç birində yoxdur. 2. Dünya müharibəsi dövründə yazılıb hər ikisi. 2, 4, 6. Açıq sualımız. Bir dənə uyğunluq sualı da olmalıdır. Sadəcə yerləşmədi deyə qoymadım. Açıq suallarla vəziyyətdən çıxaq. Mir Cəlalın yaratdığı obrazlarla bağlı uyğunluğu müəyyən edin. Bax, 3 əsərin 3-ü də. Bax, sizə qəbulda da 3 əsərin 3-ü ortaq da ola bilər. Belə şeylər də ola bilər. Obraz, obraza aid fikirlər. Vahid. Rəyasət düşkünlərinin əməlləri onun məğlubiyyətinin əsas səbəbidir. Vahid sonda məğlub olmur. Yanlış fikirdir. Bahar. Əməyi istismar olunaraq ədalətsiz mühitin faciəvi qurbanına çevrilir. Doğrudur. Xəstəxanada ayılanda cəhbə dostlarının yanında görüb ağlayır. Dostlarını yox, sadəcə dostunu. Bunu deyirsiniz ki, səhvdir. Səhv deyil, dostunu da. Bir dənə təşkilçi əskər gəlir də. Çünki Nəsrəddin orada yox idi. Yanlışdır. Məşədi Abbas. Çarəsiz qalmış obraza iş təklif edərək onu ata qayğısı ilə himayə edir. Harda? Ata qayğısı. Elə ata olur. Bu da səhvdir. Sonra gəldiyi müsabiqədə açıq mübarizədən çəkindiyi üçün saxtakarlığa əl atır. Bu da o şeylər dəyişməkdə, nə deyədir, layihələri dəyişdirir. 2-5 bizim doğru cavabımız olacaq. Beləliklə bizim sınağımız bitdi. Bura qədər sizə faydalı ola bildimsə nə xoş mənə, nəsə qüsurlara yol vermişəmsə də üzürlü sayasınız. Nəsə problemli bir məqam olsa komment hissəsinə qeyd edə bilərsiniz. İnanıram ki, sizin üçün faydalı oldu. Bu sınağımız gələcəkdə nəşr olunacaq. Allah qoysa sentyabr ayında, avqust-sentyabr ayında ədəbiyyat 3-cü qruplar, ədəbiyyat 3-cü qrup hara getdi bu? Tapamadım. Tapdım. Sentyabr ayında nəşr olunacaq 3-cü qruplar üzrə Sınaqlar toplusu kitabında olan bir sınaqdır. Hələlik bunun üzərində işlər gedir, dəyişəcək, müəlliflər alıb alınacaq, çoxlu dəyişikliklər görəcəksiniz. Sual sayı artırılacaq, toxunulan mövzu. Əsasən də dim əsaslı və dərslik əsaslı toxunulan mövzular. Kitab yalnız 3-cü qrup abituriyentləri üçün olacaq. Nə MİQ, nə sertifikasiya, nə də olimpiyada. Sadəcə bizə ədəbiyyat 3-cü qrup üçün lazımlı olacaq bir test bankı var. Hamının ehtiyacı olduğu bir test bankı var. Bu məsuliyyəti öz üzərimizdə götürüb biz bunu yaratmağa çalışacağıq. Sualların hazırlanmasında Abdullah müəllimə və Emam müəllimə dərin təşəkkürlərimi bildirirəm. Bir yerdə yaratdığımız sınaqlardır, suallardır. Bu qədər. Diqqətiniz üçün sağ olun. İmtahanda hər birinizə uğurlar.